Ekskursiyanın əvvəlində birliyin üzvləri və uşaqlar Əsabi-Kəf ziyarətgahında olub, buranın tarixi və dini əhəmiyyəti ilə bağlı məlumatlandırılıblar. Onlar dualar edərək müqəddəs məkanda şəkillər çəkdiriblər. Burada bir rahatçılıq var. İnsan bura gəlib gələndən sonra çox rahat olur. Bilmirəm nə möcüzə yerdir, bilmirəm nə burada bir sir mi deyim, bir gözəl bir hava mı deyim var. Sanki ürəyində tutmuş bir arzun mütləq yerinə yetmiş kimi olur. Ona görə çox şad oldum bir daha müəssisə olaraq bura gəlməyimə. Bu günlərim Naxçıvan səfərimizdə Əsabi-Kəfi ziyarətə gəlmişik. Burada mənim diqqətimi çəkən daşların təsvirindən göyə baxanda quş şəkli yaranır. O çox bəyəndim. Sonra burada bu gün çox xoş gün keçirdik. Qayaların təsvirləri falan çox bəyəndim. Ekskursiya Naxçıvan Hərbi Kollecində davam edib. Kollektiv burada yataqxana, sosial xidmət mərkəzi, kitabxana, oxu zalları və tədris korpusu ilə tanış olub, Ordubad İnternat Məktəbinin qızlarının hazırladığı hədiyyəni kitabxanaya hədiyyə ediblər. Qonaqlar kollecin kursantları ilə səmimi süfrə arxasında əyləşiblər. Tədbir konferans salonunda davam edib. Naxçıvan Hərbi Kollecinin rəisi polkovnik leytenant Yaşar Hüseynov bildirib ki, bu cür tədbirlər gənclərin vətənpərvərlik ruhda böyüməsinə mühüm töhfə verir. O, hərbi kollecdə təhsil alan şagirdlərin nümunəvi davranışından və yüksək hazırlığından danışıb. Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmal Ağazadə qeyd edib ki, layihə çərçivəsində keçirilən görüşlər uşaqların dünyagörüşünün genişlənməsinə xidmət edir. O, gənclərin təhsilinə və inkişafına göstərilən dəstəyi yüksək qiymətləndirib. Birliyin bundan sonra da uşaqların maarifləndirilməsi və onların potensialının üzə çıxarılması üçün fəaliyyətini gücləndirəcəyini vurğulayıb. Çıxışların ardından Özgə uşağı olmur adlı mahnı səslənib. Özgə uşağı olmur, bilirsiniz, sevginizdə olur, kiçik qəlbiniz. Özgə uşağı olmur, bilirsiniz. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub. Bizim üçün özgə uşağı yoxdur. İstər bu kollecdə, istər ümumiyyətlə Naxçıvan Muxtar Respublikasında, istər Azərbaycanın bütün bölgələrində. Bizim üçün özgə uşağı yoxdur. Bizim üçün uşaq var, uşağın müdafiəsi var, uşağın təhsili var, uşağın gələcəyi var, uşağın Azərbaycan cəmiyyətinə şəxsiyyət kimi formalaşması var və Azərbaycan üçün layiqli vətəndaş olması var və Azərbaycanın ən gözəl modeli olan ailə modelində hər birinin öz yeri, dəstxətti var. Tərlan İbrahimova, Namiq Abbasov, NTV Xəbər.